Hər vaxtınız xeyir bizim mətbəxin izləyiciləri. Hamınızı salamlayıram. Hamınıza xoş gün arzu edirəm. Bu günlərim mən çox gözəl bir kakaolu bilinç resepti ilə sizinlə bölüşmək istəyirəm. Hansı ki, həm səhər yeməyində, həm arada məsəl üçün atışdırmaq kimi eləmək olar. Yəni çox gözəl, çox təmli, içərisi kəsmik, xama, qarışıqlı bir bilinçikdir, kakaolu. Deməli, bunun üçün bizə nə lazımdır? Bunun üçün bizə lazımdır 2 stəkan süd, 2 stəkan su, bax bu stəkanın ölçüsü ilə 2 stəkan süd, 2 stəkan su, 3 yumurta, 3 xörək qaşığı duru yağ lazım olacaq, kakao lazım olacaq 2 xörək qaşığı, 2 stəkan un, və bir deməli xörək qaşığı pesok da zövqə görə. Yəni bu şirin olmalıdır əslində. 2 xörək qaşığı pesok, biraz da duz götürəcəyik. İndi isə başlayaq əvvəlcə biz deməli yumurta ilə südü qarışdıraq. Mənim əzizlərim, biz deməli yumurta ilə deməli südü, bir də suyu qarışdırdıq. 2 stəkan su, 2 stəkan süd, 3 dənə də yumurta. Və bura bir deməli çay qaşığı duzdur. Bizdə 1 çay qaşığı duzdur. Bir də 1 xörək qaşığı şəkər tozu olacaq, pesok. Əslində bunu çox eləmək lazımdır. Mən 2 xörək qaşığı götürəcəm. 2 xörək qaşığı şəkər tozu. Gedişatda baxacam, lazım olsa tökəcəm. Çünki bu şirin kəsmikli demək bilinçik olacaq. Ona görə bizə pesok çox lazım olacaq. Hətta 3 xörək qaşığı pesok götürmək lazımdır. 3 xörək qaşığı. Ona görə ki dadı qəşəng olur. Vəssalam, bunları qarışdırırıq. Bunları qarışdıraq yaxşı-yaxşı. Sonra isə duru yağı, kakao və unu qatacağıq. İndi isə biz bura 2 stəkan, bax bu stəkan ölçüsü ilə tökdük un, bir də 2 xörək qaşığı kakao vurdum. İndi bunu yaxşı-yaxşı qarışdırırıq. Bunu qarışdıranda əgər bizdə topaçlar qalsa, topaclar, biz onu süzgəcdən keçirdəcəyik ki, bilinçiklər pişəndə topaç halında olmasın. Yaxşı-yaxşı qarışdırmaq lazımdır. Baxın mənim əzizlərim, indi isə biz bunu deməli yavaş-yavaş bax bu süzgəcdən keçirdəcəyik ki, deməli tam bizə istədiyimiz bilinçiklər alınsın. Yəni topaçlar olmasın. Bax belə eləyirik. Görürsüz, bu topaçlar qalmamalıdır. Bax bu cürə bunun hamısını süzgəcdən keçirdəcəyik. Baxın biz süzgəcdən keçirtdik hamısını. Keçirtdik. Baxın, bax belə. Topaçlar burada qalmasın. Vəssalam, tərtəmiz bizdə deməli bilinçikin xəmiri alındı. İndi bir 5 dəqiqə bunu saxlayaq qıraqda, gözlədək və sonra isə başlayaq tavamızı qızdırıb bunları bişirməyə. Artıq biz gözlədik bir 5-10 dəqiqə. Mən 2 dənə tava qoymuşam qızmağa və nəzərinizə çatdırım ki, tavalары ilk başdan mən pambıqla, deməli duru yağla yağlayıram. Bir dəfə yağlayıram, yəni hər dəfə yox. Yağlayıram ki, ilk dəfədən deməli bilinçiklərimiz yaxşı alınsın. İndi biraz qızsın, başlayaq bişirməyə. Artıq bilinçiklərimizi tavaya tökdük. Deməli, birinci pişdi. İndi mən sizə göstərəcəm necə tökmək lazımdır. Bu xəmirdən 26 ədəd bilinçik alınmalıdır. Və nəzərinizə çatdırım ki, tökməmişdən qabaq həmişə bax belə biraz qarışdırmaq lazımdır. Bax götürdük, bax belə. Baxın, bax belə hər tərəfinə yayılır. Yayılır. Əgər yayılmayan yer olsa, biraz da damızdırırıq ki, o yayılsın ora. Bir damcı. Bunu götürək. Vəssalam. Bu belə. İndi ikinci tavamıza tökək. Belə hər yeri fırladırıq ki, çox qəşəng yansın. Hazırları da çək. Hələlik biz bir neçəsini hazırlamışıq. Bax belə. Baxın, bu üzü pişdi. İndi necə çeviririk? Bax belə. Bax belə. Çox rahat. Bu üzü pişdi. Biraz özümüz qırağından düzəldirik ki, bizə rahat olsun çevirmək. Artıq bilinçiklərimiz hazırdır. İndi biz onun içliyini hazırlayacağıq. İçlik üçün bizə 300 qram kəsmik lazımdır. Yəni quru kəsmik olsa daha yaxşı olar. Kəsmik.
Biz bura şəkər tozu əlavə edəcəyik. Bir xörək qaşığı, bir də vanila əlavə edəcəyik. Bir də xanımlar, biz bura xama əlavə edəcəyik. Qatı xama 25%-dir qatı xama. Hardasa 2 xörək qaşığı da xama əlavə edib bu içliyi qarışdırıb hazır vəziyyətə düzəldəcəyik ki, bilinçiklərimizin içinə qoyaq. Baxın əzizlərim, bilinçiklərimiz hazırdır. Bax bu cürə, deməli 27 ədəd bizdə bilinçik alındı. İndi deyim ki sizə ki, bu bilinçiklərin o birisi bilinçiklərdən fərqi nədir? Biz hər iki üzünü də yaxşı bişirməliyik. Çünki biz artıq bunu da qızartmayacağıq. Bu da bizim içliyimiz. İçlik də kəsmik, xama, pesok, bir də vanildən ibarətdir. İndi isə başlayaq bükməyə. Baxın, başlayaq indi. Deməli, bax bu dediyim kimi bu üzü biraz görürsüz sürüşkənlidir. Bu üzü amma başqa cürdür. Bax bu üzünə bilinçiki bükəcəyik. Deməli bura hərəsinə bax belə hardasa bir çay qaşığı yarım. Yəni elə adam var ki içlik çox sevir, eləsi var az sevir. İndi baxarsınız öz ailənizin sevməyinə görədir. Yəni uşaqlar necə sevir elə. Bax belə adi bilinçik kimi də bükürük. Və yığırıq. Bu birini də çəkək. Deməli içliyi qoyduq. Bax bu cürə. Və salam. Və bu minvalla bunları yığacağıq, qoyuruq soyuducuya. Səhər yeməyində lazım olanda götürüb istifadə edirik. Mənim əzizlərim, bilinçiklərimiz hazırdır. Baxın, hamısı bir boyda. Şokolad da qoya bilərsiniz içinə, amma kəsmiklə çox gözəldir. Çox möhtəşəm dadı var. Mütləq evinizdə yoxlayın bu reseptlə kakaolu, kəsmikli bilinçik hazırlayın. Sizə də eləyənlərə nuş olsun. Sağ olun, hələlik.